Salam, bloka ən çox düşən suallardan biridir. Uyğunsuzluqları istəyir bizdən. Qardaşım doyunca yedi cümləsinə qoşma yoxdur. Bu doğru fikirdir. Uşaq deyir, müəllim, cavab burada qoşmalıdır axı doyana qədər. Burada sən doyana qədər deyəndə deyə bilmərsən. Orada sən özündən doyan, unu aya çevirirsən. Bax, burada inca incə şəkilçisi var. Bu da feili bağlama şəkilçisidir. Yəni qoşma deyil. Doğrunun qabağından doğrudursa götürmürəm. Ona görə 1 ilə olan variantlarımı çıxıram. Çoxlu kitab oxusan da yenə oxumaq istəyirəm cümləsinə saydan sonra gələn isimlərin cəmdə olması yanlışdır. Bu sualda isə çoxlu kitablar. Deməli burada yanlışın qabağında yanlış yazılıb, deməli doğrudur. Çünki çoxdur, çoxlu, minlərlə, onlarla, larla düzələn sözlərdən sonra həm cəm gələ bilər, həm tək gələ bilər. Yəni burada cəm və yaxud tək gəlsəydi yenə də doğru idi. Yanlış dediyinə görə yanlış da yazılıbsa, deməli bu doğru fikirdir. İkiləri də çıxıram, cavabım çıxdı. Afərin oğlum, əhsən oğlum cümlələrində yalnız birində nida var. Afərin və əhsən sözü deyirəmsə, deməli burada birində yox, 2 nida var. Doğru yox, bu yanlış olmalı idi. Baxışım heyrətdə, gözüm heyrətdə, elə bil nadanam, görməmişəm mən. Nümunədə sifət işlənmişdi. Burada nümunəsində sifət işlənib, bəli, nadan. Necə? Nadan adam. Sadəcə buradakı sifət isimləşibdir. Bu doğrudur, amma qarşısında yanlış yazıbsa yanlışdır. 3-ü, 4-ü götürdüm. Qalibin gəldiyinə rast gəlməmişəm cümləsində ismi birləşmə var. Qalibin gəldiyinə. Qalibin gəldiyinə ümumiyyətlə ikinci tərəf fe'li sifətdə dıq üstəgəl mənsubiyyət olanda birinci tərəf yerlik belə olsa biz onu ismi birləşmə götürmürük. Biz onu fe'li birləşmə götürürük. Burada deməli yanlışdır. Doğru cavabımız olacaq C variantı.